Salam, bugün belə bir açılım eləmək istəyirəm. Keçən dəfə bir izləyicimiz istəmişdi bizdən. O məni görsə bəyənəcəyimi açılım eləmişdi. Və o sual vermişdi ki, bəs mən onu görsəm real həyatda mən onu bəyənəcəmmi? 3 variant eləyəcəm. Siz onu real həyatda görsəz bəyənəcəksinizmi? Birinci variant. 2 və 3. Qarşılarsa seçim eləyək. Birinci variantla başlayırıq. Siz onu real həyatda görsəz bəyənəcəksinizmi? Qarşılıqlı simpatiya olacaq. Qarşılıqlı şəkildə bəyənmə olacaq böyle. Bəyənəcəksiniz bir-birinizi. Bəyənmədə problem yoxdur. Amma sadəcə bilmirəm, sizmi, o mu? Çox adam baxır. Tərəflərdən kimsə yalan danışacaq və bu yalan onun sanki şəraiti ilə, ailəsi ilə bağlıdır. Ola bilər ki, o öz vəziyyətin, ailə şəraitinin, nə bilim, yaşayışın olduğundan fərqli göstərsin. Fərqli təqdimat görünür burada. Bəli, hansı ki, sonra siz bunu öyrənib peşman ola bilərsiniz. Amma внешность olaraq falan, yəni xoş olacaqsınız bir-birinizə. Xoş olacaqsınız, bəyənəcəksiniz bir-birinizi. O sizi daha çox bəyənəcək, amma siz də onu bəyənəcəksiniz. Amma sanki oğlan tərəf daha çox baxanlar əlbəttə ki, xanımlar olur. Amma oğlan seçibsə bu variantı, qarşı tərəf xanım, sanki dedikləri onun üstündə bir yük kimi, boyun baxı kimi də, yəni mən bunları çıxarmışam ağzımdan, indi yoxdur o vəziyyət, açılacaq, nə bilim, yaxşı olmayacaq, bəlkə soyuyacaq məndən. Sonraki periodda artıq belə öz yalanına görə, öz hərəkətinə görə nigarançılıq, narahatçılıq, neyniyim, necə eləyim, necə vəziyyətdən çıxım, bax belə bir get-gəlli hallar olacaq. İkinci variant. Bəyənəcək. Siz də onu bəyənəcəksiniz, o da sizi bəyənəcək və hesab eləyəcək ki, bu mənim qismətimdir. Siz onu bəyənəcəksiniz, amma burada daha çox sizin elə bil ki, üstünlüyünüz görünür. Hesab eləyəcək ki, o mənim qismətimdəki insandır və mən necə arzulanmışdım olsun, odur. Elə bil ki, özünə hörmət eləyir. Çox adam baxır, belə şeylər biraz şəxsi şeylərdir, amma biraz dostoyinstva, yəni belə dürüstlük, dostoyinu da belə deyim sizə bir sözdən, bu sözdən çox xoşum gəlmir. Belə tipdə biri kimi görəcək, amma manipulyasiya da görünür burada. Ola bilər ki, siz belə göstərəcəksiniz, bunu deyə bilmərəm, amma axı bizim sualımız bu deyildi. Siz onu bəyənəcəksinizmi? Bəyənəcəksiniz, bəli, bəyənmə olacaq. Amma sizin bu elə bil ki, ola bilsin ki, özgüvən, ola bilərsin danışığınız və ya özünüzü orada aparmağınız. Qarşı tərəfdə biraz özünə inamsızlıq gətirə bilər. Özgüvəni zəiflədə bilərsiniz. Çünki çox belə üstün görünəcəksiniz. Elə bil ki, sizi özündən üstün görəcək. Amma siz onu bəyənəcəksiniz. Yəni, bu görüşlər falan davam eləyəcək. Üçüncü variant. Mən onu bəyənəcəm. Mən onu bəyənəcəm. Bilirsiniz necə? Siz çox soyuqqanlı olacaqsınız. Nə mənada?
Çünki siz ola bilər ki, o adama hissləriniz yoxdur və yaxud da çox fərqli düşünən bir insansınız. Sizin üçün əsas şəraiti və yaxud da maddiyatdır və yaxud da mənim gözləntilərimdir, mənim istədiyim həyatı mənə verə biləcəkmi kimi şeylərdir. Çünki siz orada bəyəndim, bəyənmədim söhbəti olmayacaq sizin beyninizdə. Ailə üçün uyğundurmu və yaxud da münasibət üçün uyğundurmu? Alınarmı, alınmazmı? Bax, belə bir şey. Bəs bəyənəcəksinizmi onu? Nəsə onda olacaq ki, sizin üçün tamamlanmamış olacaq və hesab edəcəksiniz ki, çox da gözlədiyim kimi deyildi. Mənim gözləntilərim fərqli idi, bu onlara uyğun getmir. Bəlkə nəyisə açıqlayacaq sizə orada ki, siz hansı ki hesab edəcəksiniz ki, yox, bu sizlik deyil. Bəs görünüş olaraq bəyənəcəksinizmi siz onu? Bilirsiniz necə? Görünüş elə bir şey ola bilsin ki, olacaq orada və ya elə bir şey görəcəksiniz və ya eşidəcəksiniz ki, o görünüş falan sizin çox heç belə yadınızda belə olmayacaq. Düşünməyəcəksiniz ki, bəyəndim yoxsa bəyənmədim. Siz düşünəcəksiniz ki, mənim gözlədiyim kimi deyil və yaxud da mənə göstərdiyi kimi deyil. Mənim axtardığım bu deyil. Belə bir şey görməm. Çox sağ olun izlədiyinizə görə. Maraqlıdır, hansı mövzular sizə maraqlıdır. Yazın kommentlərdə, mən hər kəsin kommentlərini oxuyuram. Mənə çox maraqlıdır fikirləriniz. Bugünlük bu qədər. Görüşənə qədər.